hər kəsi salamlayıram. Ötən təlimdə olmayan indi burada yeni yoldaşlarımız var. Özümü təqdim edeyim. Adım Əliyeva Zeynəb. Bakı Dövlət Universiteti Psixologiya və Klinik Psixologiya fakültəsini bitirmişəm. İndi bizim bu layihədə iştirakımız hər birimiz üçün çox önəmlidir. Hər birinizə burada iştirak etdiyiniz üçün də təşəkkür edirəm. Çox xoşdur mənə bu layihənin bir parçası olmaq, eyni zamanda sizləri görmək. Təlimimizin bugünkü mövzusu baxıcılıq peşəsində motivasiya və psixoloji hazırlıqdır. Nə üçün bu iki anlayış önəmlidir və ötən təlim mövzumuzla bunun nə kimi əlaqəsi var? Gəlin ondan bəhs edək biraz. Ötən təlim mövzumuz psixoloji dayanıqlılıq, stress və emosional yüklənməkdir. Burada olan digər iştirakçılar mövzuya müəyyən qədər hakimdirlər. Bu anlayışlar biz dedik ki, uzun müddətli stress bizdə emosional yüklənmə yaradır və emosional yüklənmə olduqda əlbəttə ki, iş sahəsində motivasiyadan, hər hansısa bir psixoloji hazırlıq və dayanıqlıqdan söhbət gedə bilmir. Çünki stress dağıdıcı bir qüvvədir və düşdüyü yeri anında belə deyək ki, dağıdır və bir yeri fokuslanmaqda insanda böyük çətinliklər yaradır. Bizim bu stressdir, bu emosional yüklənmədir. Onun üçün mübarizə ilə əsas silahımız bizim motivasiyamız, peşəmizdə olan yanaşmamız və sevgimizdir. Eyni zamanda psixoloji hazırlığımızdır. Nədir psixoloji hazırlıq və motivasiya? Bu iki anlayışı indi ayrılıqda ələ alacağıq. Ümumiyyətlə motivasiya bilir əslində müəyyən qədər insanlar, çünki gündəlik həyatımızda çox istifadə olunur bu termin. Bir insanı hər hansısa bir məqsədə doğru yönəlmək üçün hərəkətə gətirən qüvvədir. Eyni zamanda hərəkətin davamlılığını təmin edir və hərəkətin davamlılığını təmin edir və fəaliyyətin keyfiyyətini, fəaliyyətin yekdiliyini təmin edir. Bəs bunu bir güzəran dildə anlatsaq nədir motivasiya? Motivasiya insanı hərəkətə keçirən və onu hərəkətdə saxlayan bir qüvvədir. Hərəkətdən düşməyə qoymur. Yəni təsəvvür eləyin ki, məsələn uzun bir yamacı qalxırsınız və yaxud da düşürsünüz. Bu zaman sizə dəstəkçi bir qüvvə var. Bu motivasiya ola bilər ki, xarici olsun, ola bilər ki, daxili olsun. İndi bu maşın anlayışı ilə və yaxud da elə yamacdan düşmə, çıxma anlayışı ilə bunu izah edeyim ki, sanki sizi nəsə kənardan bir şey itələyir. Bu olur xarici motivasiya. Ya da məsələn həmin maşının içində bir mexanizm var və özündən işləyir. Bu olur daxili motivasiya. Daxili və xarici motivasiya bəs insan həyatında necə görünür? Xarici motivasiya belədir ki, məsələn sözlü motivasiya və yaxud da hər hansısa bir maddi motivasiya, bunların hamısı insanların məsələn sevilməyə ehtiyacı, rəğbət görməyə ehtiyacı, hər hansısa bir qazanc qazanmaya ehtiyacı, bunlar hər biri xarici motivasiyaya aid edilir. Mükafatlandırılmadır, sabit iş rejimidir. Hətta elə insanlar var ki, deyir ki, mən çox iş dəyişmək istəmirəm, bu işin şərtləri mənim üçün qənaət bəxşdir və mən bu işlə davam etmək istəyirəm. Bu özü xarici motivasiyadır. Bəs daxili motivasiya nədir? Daxili motivasiya insanın o işdən nə tapdığıdır. O işin onun üçün mənasının nə olduğu, o işin, o ixtisasın ona nə qədər dəyərli hiss elətdirdiyi, daha çox duyğularımızla, daha çox belə deyim, düşüncələrimizə yansımaqla özünü göstərir. Və əlbəttə biz bilirik ki, bugün bizim davranışımıza təsir edən əsas amillər bizim düşüncələrimiz və duyğularımızdır. Bu bizim 3D modeli adlanır. Kognitiv davranış terapiyasında da belədir ki, bir insan bir davranışı etməzdən öncə hər zaman düşünür və hiss edir ki, bu üç belə deyim, element bir-birinə o qədər sıx bağlıdır ki, nəticəsində bir davranış, bir hərəkət aktı ortaya çıxır. Bəs biz deyirik daxili motivasiya, insan məqsədini bilməlidir, insan işinin mənasını bilməlidir. Bunu insan necə hiss edir? İşin mənası ümumiyyətlə nə deməkdir? Ümumiyyətlə siz bu kursa yazılanda və yaxud da bu təlimə qoşulanda sizin motivasiyanız nə idi? Buradan bir gözləntiniz, buradan belə deyim, sizin əldə eləmək istədiyiniz şey, sizi bura gətirən şey nədir? Cavab vermək istəyən var? Yoxsa devam edin. Buyurun. Mən maddi cəhətlə, həm də ki, insanlarla söhbət olmağı sevirəm. İstəyirəm ki, yanımdakı insana, qarşımdakı insana həm dəstək olum, həm də ona nəsə öyrətdiyim qədərdir, özüm də nəsə öyrənim. Olur ki, bəzən biz də özümüz də qarşımızdakı insanlara nəsə öyrənə bilirik.
Aha, əla. Bu həm sizdə daxili və xarici motivasiyanın olduğunu göstərir. Deməli ki, əslində xanımın gətirdiyi, özünü ifadə elədiyi şəkildə normal bir haldır. Hər kəs əlbəttə ki, bunların hər birini sadalaya bilər ki, mən bunun üçün istəyirəm bu işdə işləməyi. Bir sıra səbəblər sadalaya bilərlər və bu bizim üçün normal qəbul olunan bir haldır. Və işin mənası dedikdə, bəs bizim üçün bu mənəvi hissə burada tam olaraq harda başlayır, onu vurğulayaq biz. Bir işin mənası, sizin gördüyünüz işin mənası, sizin yardım etdiyiniz şəxsin, birlikdə əməkdaşlıq etdiyiniz şəxsin sizlə olan terapevtik bağının nə qədər qidalandırıldığından, sizə nə qədər komfortlu, sizə nə qədər özünüz kimi hiss elətdirdiyindən asılıdır. Yəni siz olduğunuz sahədə nə qədər özünüzsüz, nə qədər sizin belə deyim məqsədlərinizə xidmət edir bu iş. Yəni siz istəyirsiniz ki, insanlara yardım etmək, onların həyatına kiçik də olsa toxunuşlar etmək, onların həyatını gözəlləşdirmək və bu şəkildə özünüzü qiymətli hiss edirsinizsə, dəyərli, işə yararlı hiss edirsinizsə, bu sizin tam mənəviyyatınızı qidalandıran, tam motivasiya edən bir şeydir. Və sabah və yaxud da digər gündə siz bu iş yeri ilə bir anlaşmazlıq yaşadığınızda, əmək haqqı barəsində və yaxud da iş şəraiti barəsində hər hansı bir problem yaşandıqda, yəni xarici motivasiya kəsildikdə, siz bu işi buraxmayacaqsınız. Siz bu daxili qidalandırıcı amilləri yenə başqa bir peşədə, yenə başqa bir iş yerində eyni belə deyim, sizi qidalandıracaq amilləri axtaracaqsınız. Görürsüz, daxili motivasiya bizim üçün ona görə önəmlidir ki, bir peşəni sevirsən və o peşədə uzun müddətli davam etməyə səni sövq edən əsas amildir. Bir peşəni sevmək və eyni zamanda ona belə deyim, qəlbən bağlı olmaq. Onun üzərinə bəzi mənəvi hisslərin sizdə olması. Yaxşı, bəs daxili motivasiyanı əsasən nələr qidalandırır? Daxili motivasiyanı qidalandıran əsas şey insanların uğur arzusudur. Biz hər hansısa bir işdə çalışırıq və təsəvvür etmirəm ki, buradan kimsə desin ki, mən çalışıram, hətta ixtisasımı sevirəm, amma uğur qazanmasam da olar. Mən bu işdən nəticə görməyə ehtiyacım yoxdur. Belə bir şey ümumiyyətlə mümkün deyil. Hər bir kəs kiçik də olsa, ki, çox insan hətta kiçiyə qane olmur və işə başladığı andan böyük nəticələr gözləyirlər. Elə əsas belə deyim, məsələnin yanlış olan qismi də burdadır. Kiçik də olsa bir işıq görmək istəyir. Bir belə deyim, işə yaradığına dair bir dəlil görmək istəyir. Çünki insan təbiət etibarı ilə ta ibtidai icma quruluşundan bu yana bu təbiətdədir ki, o bir şeyləri əldə eləsin və qarşılığında nəsə görsün. Bu o demək deyil, yenə dediyim kimi maddi olaraq bir şey. Xeyr. Onun ruhunu qidalandıracaq, onun beynini, onun daxili aləmini qidalandıracaq bir şey olsun. Uğur da bizim üçün belədir. Və əsasən insanların elədiyi yanlış, bayaq dediyim bu egosentrik, böyük və belə deyim ki, reallıqdan kənar hədəflər qoymaq və böyük uğurlar gözləməkdir hər zaman. Çünki ilk zamanlarda bizim çalışdığımız deməli qrup həssas bir qrupdur və bunu hər zaman nəzərə almaq lazımdır. Həmin şəxslərin duyğusal dəyişimləri ola bilər. Həmin şəxslərin həmin gün sosiallaşmaq ehtiyacı digər günlərdən daha fərqli ola bilər. Bizim işimiz sadəcə fiziki bir iş deyil, emosional yükü də böyük olan bir işdir və empatik ünsiyyətinin yüksək olmağını tələb eləyən bir işdir. Və hər zaman bunu nəzərə alaraq belə deyim, hazırlıqlı olaraq yanaşmalıyıq. Və siz əgər gözləyirsiniz ki, ilk gündən həmin qarşı şəxsə böyük töhfələriniz olsun, onun istənilən problemini həll eləyəsiniz, həyatında mükəmməl bir dəyişiklik yaradasınız, belə deyim, onunla bir mükəmməl bir bütün olasınız, bu ilk zaman üçün heç real bir gözlənti deyil. Və belə olduğu təqdirdə görürsünüz, məsələn, sizin bir gözləntiniz var. Gözlənti qarşılanmalıdır, çünki mənəvi bir ehtiyac halındadır artıq sizin üçün. Ancaq siz o gözləntini ödəyə bilmirsinizsə, mane olaraq, məsələn, qarşı şəxsin belə deyim, ünsiyyət çəkingənliyi var, ünsiyyət qurmaq istəmir. Yəni, birdən-birə bir insana alışa bilmir də. Bu şəxs müəyyən qədər adaptasiya müddəti var, güvənsizlikləri ola bilir həmin şəxsin. Çünki bəlkə də bir neçə baxım verən şəxs dəyişib, yəni başından travmatik bir hadisələr gəlib. Bunu nəzərə alaraq, məsələn, siz atılmadığınız üçün siz xəyal qırıqlığına uğrayırsınız. Necə oldu? Bəs mənim gözləntim qarşılanmadı. Nə olur? Və gəlirsiniz bir gün, 2 gün, bir həftə bu kiçik uğurları belə görmədiyiniz üçün ruh düşkünlüyü yaranır. Bir daha salamlayıram, xoş gəlmisiniz. Xoş gördük hər birinizi. Hər birinizə hər zaman xoş əhval-ruhiyyə arzulayıram.
Mən Gülnəri Səlimova, Qüsam Əlilər Reabilitasiya İctimai Birliyi rəhbəriyəm və eyni zamanda mən bu layihənin də rəhbəriyəm. Layihə xəstə baxıcılarına təlim adlı layihədir. Bu layihəni mən çoxdan istəyirdim həyata keçirməyə. Çox xoşdur mənə ki, bunu biz həyata keçirdik. Mən istəyirəm ki, bu sahədə əslində şərəfli bir sahədir. Heç kim özünə bu sahəni əskiylik kimi bilməsin. Qətiyyən bunu etməyin, fikir etməyin. Siz bir insanın həyatını yaşadırsınız. Siz özünüzü bir həkim kimi hiss edin və siz özünüzü bir vacib insan kimi hiss edin. Çünki vacibsiz. Mən bugün, baxıcım olmasa, mən bugün bura gələ bilməzdim. Başa düşürsünüz, mən heç bir hərəkətim yoxdur. Yəni, mən başa düşürəm sizi. Xüsusən də sonradan sağlamlığını itirən şəxslər daha aqressiv olurlar. Yəqin qarşılaşmışsınız bundan. Və insult keçirdənlər daha çox əsəb olur. Nə edirsən xoşuna gəlmir. Nə edirsən xoşuna gəlmir. Mən tövsiyəm sizə nədir? Mən demək istəyirdim ki, siz onun sevgisini qazanın. Qoy o sizi sevsin. O sizi sevəndə o sağalır. O zaman nə sizi incidir, nə özü inciyir. Başa sıra bilirəmmi sizi? Və özünüzü siz də xoşbəxt biləcəksiniz. Onun sağaldığını, onun da fiziki irəliləyişi və yaxud psixoloji irəliləyişini görəndə siz deməli nəsiz, dediyim kimi siz həkim olursunuz. Yəni siz tibb bacısı olursunuz. Siz onu həyata qaytarırsınız. O insan sizdən asılıdır. Siz varsınız, o yaşayır. Yəni toxunuş, davranış və münasibət, doğru olmaq, içdən sevgi ilə yanaşmaq. Yəni bu o qədər vacibdir. Yekun olaraq da motivasiya barəsində işə getmədən öncə və işdən gəldikdən sonra nə kimi bir yanaşma göstərməlisiniz, mən sizə onu vurğulayım. İşə getmədən öncə düşünməli olduğunuz 3 sual var. Birincisi, mənim bu işi seçmə məqsədim nə idi? Bu işə başlama məqsədim mənim nə idi? Çünki həyat keşməkeşli ola bilər, enişlər, yoxuşlar ola bilər və bəzən biz çıxdığımız yola nə üçün çıxdığımızı unuda bilərik. Amma bu o demək deyil, o səbəb orada yoxdur. Səbəb qısa müddətli də ola bilər. Heç bəlkə o vaxt ona ehtiyacınız var idi, indi yoxdur. Ancaq dediyim kimi, daxili motivasiya və çıxdığınız yolda sizi belə deyim, təhrik edəcək, sizi irəli götürəcək şeylərin olması insan həyatı üçün mühümdür. Yəni mənəvi qidalanma olmadan işə motivasiya deyə bir şey yoxdur. Bunu öncəliklə bilmək lazımdır və o mənəvi qidanı tapmaq lazımdır. İkinciliklə, belə deyim, əmək verdiyim şəxs üçün nə eləyə bilərəm? Onun yaxşı hiss etməsi üçün nə eləyə bilərəm? İkinci sualımız bu da. Və üçüncü sualımız da, mən işi özüm üçün necə daha yaxşı bir hala gətirə bilərəm? Nə eləyə bilərəm ki, bugün mən özümü yaxşı hiss edeyim? Fərqli nə eləyim bugün? Məsəl üçün, işdən gələndən sonra isə soruşuruq, özümüzdən soruşuruq. Bugün məni ən çox mutlu eləyən, məmnun eləyən, o duyğusal doyuma ulaşdıran şey nə idi? İkinciliklə, bugün mənə ən çətin gələn məqam nə idi? Nədə çətinlik çəkdim? Və üçüncülüklə, sabah mənim üçün əsas məqsəd nə olmalıdır və əsas fərqindəlik nə yarada bilərəm özümdə? Yəni, yarına yönəlik də, sabaha yönəlik də bir belə deyim, yatırım edirik. Heç bir zaman bugün oldu, bitdi deyə keçişdirmirik. Hər zaman sabahı da düşünürük. Çünki axı bu proses dediyimiz kimi davamlıdır. Bir də yekun olaraq qeyd edeyim ki, heç bir zaman unutmuruq, bu insanlar arası münasibətdir. Duyğusal olaraq donanımlı, yəni əlinizdə bir alət yoxdursa, metodika yoxdursa, yanaşma yoxdursa, bu yolda qarşınızdakı situasiyanı həll eləmək, problemi həll eləmək sizin üçün çox çətindir. Çünki hər bir ustanın, həkimin, müəllimin, hər birinin özünün metodikası, özünün yanaşması var və sizin üçün də elə olmalıdır. Sizin isə ən güclü alətiniz özünüz və sağlam psixologiyanızsınız. Ona görə də hər zaman qarşı şəxslə yanaşı, eyni zamanda qorumalı olduğunuz, qorumaqla mükəlləf olduğunuz bir də özünüz və sağlam psixikanız var. Bu qədər. Çox sağ olun. Birinci hissəmiz bitmişdir.